təqdirini? Tədris İşləri üzrə direktor müavini Cəfərov. Bu kəndin məktəb direktorunun tədris işləri üzrə direktor müavinisi. Bəli. Ad familiyanız? Cəfərov Olqa. Zəfərova? Olqa. Olqa. Bəli. Həm də siz Aysunun məktəbini işləyirsinizsə, yəni həmin məktəbdə. Bəli. Müəllimə necə uşaq idi o? Uşaq çox yaxşı, sakit uşaq. Şagird necə olur? Normal uşağımız, ağıllı balamız. Çox təəssüf ki, erməni vandalizminin həddi hüdudu yoxdur. Yoxdur, bu terror, erməni terroru elə bir böyük bir terrordur ki, nə uşağa baxır, nə böyüyə baxır, nə kiçiyə baxır. Çox təəssüf ki, körpəmizi itirdik, başqa mülki şəxsləri itirdik. Çox çətindir bizim üçün danışmaq, çünki bu vəziyyətdə hamı şok vəziyyətindədir, hamımız üçün ağırdır. Körpə bir fidanımızı, körpə bir çiçəyimizi itirmək ağırdır. İnanın ki, dözülməz bir ağrıdır. Valideynlər üçün də hamısına biz bütün Azərbaycan xalqına başsağlığı veririk. Nə bilim, çətin danışa Müəllimə, zəhmət olmasa, siz həm də Aysunun oxuduğu məktəbin direktorsunuz, zəhmət olmasa, ad soyadınızı deyərdiniz, Maysə? Quliyeva Maysə. Quliyeva Maysə. Tanırdınızmı şəxsən Aysunu? Tanıyırdım. Necə uşaq idi? Sakit, mehriban. Məktəbin şagirdi mənim öz övladımdır. Buketdə çox oldu. Yəni çox deyəndə 4 nəfər. Amma Aysu məndən ötürü bir başqaydı. Məktəbin şagirdi mənim öz övladım. Allah belasını versin ermənin. Allah belasını versin. Və ümid eləyirəm ki, heç birisinin qanı yerdə qalmaz inşallah. Komandanımıza da güvənirik, ordumuza da güvənirik. Allah hamısının canını sağ eləsin, Allah hamısını qorusun. Və inanırıq ki, şəhidlərimizin qanı heç vaxt yerdə qalmaz. Körpənin heç bir günahı yoxdur. Günahsız bir uşaq, günahsız bir fidan, günahsız bir çiçək. Nə idi onun günahı? Ermənilər sizə nə eləmişik axı biz? Nə eləmişik? Nə istəyirsiniz bu xalqdan? Nə istəyirsiniz bu cəmaatdan? Olmaz, dünya ictimaiyyətə səslənirəm. Niyə lal, sus durub baxırsınız? Olmaz axı belə. İnsan həyatları gedir. Bunu bir fikirləşin, siz də bir fikirləşin. Nə olar? Baxı, bu terrordur. Terrora qarşı bütün dünya xalqları buna cavab verməlidir. Heç olmasa bir susmayın, öz fikrinizi bildirin. Amma biz yenə də qorxmuruq, yenə də çəkinmirik. Prezidentimizə, ordumuza arxayınıq. Allah ordumuzun canını sağ eləsin. Var olsun, xalqımız var olsun, mətanətli xalqımız var olsun. İnanın ki, bax, çox səmimi deyirəm, heç kim hamı evindədir. Heç kim hecara nə tərpənməyib, nə hecara getməyib. Çünki bizim arxamız var, bizim dayağımız var. Bizim ordumuz, müzəffər ordumuz irəliləyir və irəliləyəcək.